Küləyi bura da gətir. Gəl, gedək çay içək. Al. Qaynadı ki. Get deyəndə ki, gəl də. Yeşi sənə niyə verdim ki? Mən yeşi mənə ver, alma yığıram. Gəl də gedək çayımızı içək, sonra gəlb eləyərik. Salam, hər vaxtınız xeyir. Bir dənə çayımı içeyim. Ondan sonra durum işimi gücümü görüm. Dünənki günün davamıdır bugün. İşimiz çoxdur. Əllərinizə baxın. İşimiz çoxdur. Əllərimi yumağa belə vaxt yoxdur. Müsalə gedən yeşiyi götürdüm, gəldim. Həm də dünən yox, ondan qabaqki izlədiyiniz videonu qoydum yüklənməyə ki, sizdə sabah videosuz qalmayasınız. Bir də bir izləyicim, sağ olsun, Allah razı olsun, Instagramdan mənə atıb İran peçlərinin mağazinin. Qızlar, mən elə istəmirəm, yəni o bahadır da, elə istəmirəm. İkinci əl, ya kombi, ya İran peçi, yox, imkan eləyib ala bilməsək. Neynəyək, da məcbur odun peç qoyarıq. İndi hələ ki, belə idarə edirik, orada görürsünüz, bax, turbanın yerləri zadə. Orada qaz turbası olmalıdır, amma hansı tərəfdədir bilmirəm, ya buradadır. Nəsə, axırı ki, çıxartmamışıq da, qaz da var burada. Bu kanalizasiya zat turbası da var ki, gələcəkdə kuxnya eləmək istəsək, burada rahat eləyə bilərik. Elə əvvəli kuxnya buraydı, sonra mən qonaq otaq kimi elədim. Nəysə, belə çayımı içim, soyutmayayım, başlayaq işimizə, gücümüzə. Bir stəkan evdə çay içdim, birini çıxdım, həyətdə içdim. Dedim, samavar qaynamışım, deyən çay içim. Bunlar da daş kimidir, amma Murad əmi deyirik, evə qoyaq, yetişəcək. Üstündə heç qalmayıb, bax, Murad əmi. Ha, çox? Mən onda gedim almanı yığım, sonra gələr bunu yığaram. Stəkan da orada çay içib qoymuşum. Bunu da yığarıq Murad əmi, bu da xırdadır amma qəşəng. Müsalə deyir, gör kəndə getməyəsinizsə, xəmir yoğuraq deyir, çörək pişirək, lavaş. Görüm hələ heç yadıma düşmədi, Seyidxana deyim. Əgər getmiriksə, yoğursun da üsqa. Gətirib burada bizim sacda pişirərik. Tripodum, hə, buradaymış tripod, elə biləm evdə qalıb. Keçən dəfə qoyub getmişdim də Bakıya. O yekə yaxşı iri olan tripodum hayf oldu. Baxın, bu bükən yer itib, tapa bilmirəm. Telefonun yaddaşı dolurdu ya. 2 dənə video montaj eləmişəm. Birini getdim, Vüsaləcildə sizin yorumlarınızı oxudum. Bəzi suallar var idi orada. Cavab verə bilmədim, çünki vaxt yox idi. Qoydum yüklənməyə. Burada da internet problemi yaşayırıq. Dedim, ev yoxdur. Sonra videonun içində deyərəm. Orada lasyon hazırlamışam. Gözaltı üçün kartoşka ilə xiyar. Onu 15 dəqiqə orada da deyirəm. Yəqin ki, bilmirəm, qızlarımız o yerin qaçırdıb. Mən də internetdə görmüşəm. Xiyarla kartoşkanı çörkadan keçirdib, suyun sıxırsız möhkəm. Sonra həmin o diskləri gördünüz, 2 yerə kəsdim. Onun içine attım. Qoyursuz xaladilnikə. Yəni, normal soyuducuya. Buzxanaya yox. Orada çünki sual vardı. Buzxanaya qoyursunuz. Həm onu sual vermişlər, həm də xiyar. İndi onu da deyəcəm. Hər səhər əlinizi, üzünüzü yuyandan sonra 15 dəqiqə gözaltınızda saxlayırsınız. Mən düzdür bir dəfə eləmişəm. Dünən daha tələm-tələsik çıxacaqdıq deyə. Ancaq yeməyimiz adını pişirdim, elədim. Çox çürüydü. Ona vaxt ayırmadım. Ona deyəni, yəni özümə vaxt ayırmadım. Hə. Bir dəfə eləmişəm. İndi faydasını bilmirəm də, var, yoxdur. Nəsə irəliləyiş olsa deyəcəm sizə. Bir də xiyarı mən 2 yerə bölüb qoyuram ha. Pingvin kloka qoydum ha. Xiyarı 2 yerə böldüm, qoydum. Onunla da üzümə çəkirəm də. Prosta xiyarı üzümə çəkirəm. Buzlu. Əlimi üzümü yuyandan sonra ondan da üzümə çəkirəm. Onu da hər gün eləmirəm. Həftədə 2 dəfə, 3 dəfə. Çox vaxt mən onu maskadan sonra eləyirəm.
Koy oğlum, koy. Yok yok. Hayır, koy da diye. Allah. Daş kimidir hə? Bunlar belə qəşəng seçim almalardır. Seçmişəm, armudlar çox bərkdir. Bunlar belə yeşin qıraq tort. Hə, bunlar seçmə. Sonra heç nars iş güc görməmişəm, ancaq bu işlə məşğulam. Həm başqa iş görmək, həm bağla məşğul olmaq olmur. Numara dəmiyə qoydum. Həm armud, həm alma. İndi bir dənə də yekə klok axtarım, tapmıram. Alma qoyun. Sonra o da seçme almadı. Bunlar ikisi qarışıqdır. Bu da sarı seçme almadı. Bu yekə yeş. Bunlar da içində qarışıqdır. Yaxşılar da var. Bunlar töküb seçəcəm. Belə. Biraz bisküya verdim. Onun uşaqları xoşlayır Qızıl Əhmədi. Dedim yesinlər, halal xoşları olsun. İndi gedək Seyidxan deyir ki, mən çırpım, həyət işinə mən baxıram. Yəni həyət işi deyəndə bu almazat. Otun arasında gizlənir, görsənmir. Almazat işinə mən baxıram. Seyidxan da təmizlik işinə baxır. Nə bilim, oralar təmizləyir. Bunlar çox xırdadır, cırdır. Amma yenə də sirkə üçün heç nə olmaz da. Üstü belə qotur-qoturdu, amma olsun. Bunlar tərtəmiz yuyub eləmək olar sirkə. Yaxşıların seçib yığmaq lazımdır. Bunlar əslində çox dadlı almadı. O qədər qəşəng almadı ki. Amma vaxtında dərman vurulmayıb deyə belə olub. Çox belə çürümüş zadı götürmürəm. Seçirim yaxşıları. Bunları Muradəm belə sıyırıb yığıb. Telefona da zaretka çatmır. O qədər iş görürəm ki. Amma biraz qoyuram, zaretka yığır, təzədən gəlirəm siz üçün nəsə çəkmək üçün. Çatmır zaretka. Montaj eləyib qoyuram yüklənməyə. Onda çox yeyir zaretkanı. Görək Seyidxan bağın ayağına niyə getdi ki? Uy, gəlsin hələ. Çırpsın, yerdəkilər daha yaxşı deyil. Çoxdan tökülmüşlərdir. Biraz seçdim, yığdım. Bu da fındıqdır. Yəqin öz-özündən mi çıxıb, yoxsa olub, quruyub buradan təzədən çıxıb. Bilmirəm. Seyidxan bilirsiniz, neçə gün ki qaldı burada, 10 gün. Bax, orada boşluq vardı, ora ağac zat yoxdur o baş. O qədər belə quru yarpaqlar zatlar yandırıb ki. Yenə də var, bunların hamısını Seyidxan təmizləyəcək. Əvvəl belə olmurdu. Vişne ağacı əkməyin, qətiyyən qapınıza gedin. Vişnənin kilosunu 10 manatdan alın, yeyin. Amma həyitinizə vişnə əkməyin. Ya da ki, əlviz üstündə olmalıdır. Çıxdıqcan təmizləmək lazımdır. Bütün həyiti alıb ağzına. Deyirəm, bəlkə burada badam tökülüb. Bura badam ağacı da. Yox, yoxdur. Yoxdur badam. Ərinmir, bağın ayağına gedir. Sənlə ki, pomidora görə gedir. Var üstündə pomidor. Nə bilim. Telefonumun zaretkası qutarmışdı. Qoydum ki, yığsın. Siz üçün bu gülümü çəkim. Maşallah, görün nə gözəldir. Hayır, bu cür gülün iyi yoxdur. Bu nanələr böyüyüb, yığmışdım yayda. Biraz Anjela gilə göndərdim. İndi bunları gəlib vaxt eləyim, qayçı ilə yığım. Böyüyüblər, nə bax maşallah. Yığım qurdum, elə quru nanəm azdı. Görsən? Bu söz var, deyir, yıkılmadım, ayaqdayım. Bu ondan da hamısı quruyub, bir dənə bu açıb. Maşallah. Gedək Üskü. Buna bax, görmüsən sən bunu, Seyidxan nə qədər ki bura. Ha, de ora hamısı köy nanədir bura. Ora əkmişdi o vaxt. Bir çapar. Qayçı ilə şey eləyəcəm. Kəsib yığıb götürəcəm ha.
Hələ saat 2-də bir yarım saat sənin kofe keyfi yapalım. Sonra gəlib daha alma işim qutardı mənim. Bunları da boşaldıb qablar tullamaq lazımdır. Maşallah iş görüb. Aha çox iş görür. Üska buralar kol-kös basmışdı bütöy. Bütün kol-kös basmışdı oraları. Sırtıq nə iş olur maşallah. O Nüşabə xaladan mənə yadigardır, sağ olsun. Saləh maması demək olar ki, bütün güllərimi o vermişdi. Bax bunları, piyondur da bu, hə? Orada, deyil o, yolkanın dibindədir, indi onu Seyidxanda bilmirəm, çıxarda bilər, çıxarda bilməz. Ona deyirəm, bax o yandıran yerdən o tərəfə əksin, ya elə yanan yerə. O ağ gül var, Maman o vaxt yadındadır, demişdi ki, olmaz buna ayrı bir yerək. Bu elə bil həyətdə bir gəlin kimi durur. Bir də bu. Yadındadır o. Bunu çəkmişdim da, mən görməmişdim videosunu. Görmüşəm, bu məndəki eyni vaxtda mənə də verir. Məndəki bitmədi. Doğrudan. Bitmədi. De dibində Seyidxan çıxardanda verər də, dibi doludur. Bu yolkanın dibində yazıqdır. Pis olur. Bunu çıxardı, bax o yandırdığı yeri, o boşluğa. Gərək Seyidxana deyəm. O gərək xeyli lax qazı. Buraların hamısını Yasəmən basıb getmişdi. Bir anda böyüdülər. Hə. Vüska bir anda deyəndə qurban olumsa, Nərgizin 2 yaşından əkmiş. Hə. Nə bilim. Bu Nərgizin təsəvvür elə 2 yaşından 16 ildir. Orada bilirsən nələr çıxardı. Deyə o palman yekəsin orada. Dedi. Görsən. Onu deyir Bakıya aparacam. Bir də qızıl gül zatdı. Deyə orada Vüska. Ha. Bu dəfə apara bilmərəm. Apar Bakıya da, bundan apar Bakıya da. Bir dənəsini çıxardıb apararam. Səndə vardı onunla? Məndə var, qab etmişəm. Gedək, bacaq, gedək. Piyonlar. Seyidxan deyir, siment almışam bura betonlamağa. Sevərik ki, bugün mən mahnı oxumağım gəlir. Kimin belə bacısı var, kimin belə sevgilisi var, kimin belə bacısı var. Baxın, baxın. Bax, içməyib məni gözləyir. Bayaqdan deyir ki, gəl kofe içək, gəl. Dubai şokoladlı kofe içəcək. Bu stakanları da mən altın almışdım, Vüska bundan. Mən niyə özüm almadım, bilmirəm. Sən dedin, hələ al, yaxşı ucuzdur. Mən alıb gətirmişdim. Mən almışdım gəndə, yazıq qız pulun özü vermişdi. Belə, yaxşı, hazırı. Göstər məharətim. Bizim kofelərimiz. Oturaq nuş eləyək. Büsalə icazə vermir güllərini çəkməyə. Versə, siz onun güllərini görsünüz, ürəyiniz gedər. O gün bir izləyicim yazıb ki, Svetan güllərin. Deyir, bu videoya bayıldım da, ən sevdiyim güllər zətdir. Bir gün icazə ver, möhtəşəm gülləri çəkək. Bizə nuş olsun. Oturaq 2 bacı qəşək, içək. Mən əlimi geyinib hazır durmuşam. Seyidxan çıxsın, qapını bağlayaq. Zaryadkam da yoxdur. Bugün zaryadkam çatdıra bilmirəm. İnansız neçə dəfə telefonu zaryadkaya qoymuşam. 3 dənə bugün video montaj eləmişəm. Yəqin ki, biz gedib Bakıya çatacaq. Sonra siz başlayasınız Şamaxı videolarını izləməyə. Bir də o Dubai şokoladlı kofe çox dadlı idi. Çox sağ ol, Vüska. Allah razı olsun. İlk dəfə dadına baxdım. Bilirsiniz, mən südlü zadlı belə şokoladla idi. Kofe sevmirəm. Amma çox həqiqətən dadlı idi. O, elə bir içində vafli qırıntısı var, xırtıldayır. O, Dubai şokolad nə iləndir? Kadifədir, nədir onunla. Çox dadlıdır. Həmişə mən südlü nəsə içi beləndə ürəyim bulanır, amma bunda bulanmadı. Bu telefonu sən niyə gətirdin bura? Yo, evə qoydum da, mən ki orada qalsın köhnə. Bu Murad əmin yəqin telefonu zaryadkada.
Hə, yaxşı. Belə gedək. İşimiz çoxdur hələ. Иди домой, родной, иди. Ты красавица, иди домой. Dayandı. Gör bir küçə gəldi bizimlə. Keçən dəfə elə elədinmi? Gəlir yenə. Yazıqdır. Var gücü ilə qaçır ki, çatsın. Teritoriya başqasınındır, ona görə qayıtdı. Keçən dəfə bu birisi küçəyə qədər gəlmədi. Nərgiz də elə pis oldu ki. Şamaxın təzədən üzüm bağı eləyiblər hər yer. İzləyicim demişdi ki, yadımdan çıxdı hansı kənd, Səhərlüydü kəndi deyəsin, Sitha səhər demişdim. Bilmirəm, o hansı tərəfdədir o Nüydü kənd, o tərəfdən. İnşallah o tərəflərdən keçəcək, Seyidxana demişəm, sıraz mənə deyəcək keçəcək. Mən heç tanımıram, valla, bəlkə də yanından keçmişəm, fikir verməmişəm, amma bacımın xətrinə çəkəcəm. Burada Məlik Çobanlı kəndi. Bacımız yazıb ki, deyir, Göylər kəndindən ailəlicə sizi izləyirik. Hə, bir də mən dedim o hansı qızın səhifəsi var idi, paylaşmışam arıqlamaq üçün. Onu mən Instagramda paylaşmışam. Instagram səhifəmdə Solmaz Ahmedov, elə oradan girin, görərsiniz. Hələ ki səhifədə saxlamışam, hələ silməmişəm. Bir günəş silirəm, amma qıza söz vermişəm ki, saxlayacağım 2 həftə zaten. İki dənə bağırı var. Biri çöl bağırı, biri dağ bağırı. Göylərin almarketi. Burası asfaltdan değil. Şey Maşallah, sağlıqlarla qismət qəşəng evlər tikiblər. Allah istəyən hər kəsə qismət eləsin inşallah, xeyirli. Da kim bilir, cemaat belki yığılır. Bu bulaqdan su gəlir görürsən. Zəif gəl. Qazlara bax, maşallah. Çox daşdır. Əmim darmut yığır. Deyirəm, bugün yığmaq günüdür. Deyirəm, gülləri çəkə bilərəm. Deyir, gül var burada. Buna solmuş yəni vəziyyətin deyirlər. Maşallah, maşallah. Çox gözəldilər. Bura bilirsiniz, yayda necə gözəl olur. Sarı, qısımlı, elə bildim kimsə çıxdı.
Saran mətbəxi, bax Saran qaynatası nə itidir. Sara kanalında paylaşmışdı, qısa da olsa paylaşmışdı. O lap gür belə açan vaxtı, maşallah. Ardında yolkası var. Bu tərəf göstərim sizə. Baxın, maşallah. Sara yaradır. Burada yayda gələndə samavarda zatda. Samavar qalyanda gözəl buralar da çəkir, çox gözəl görsənir. Bura baxın, maşallah. Daha soyuqdur da, payızdır. Azalıb günlər. Maşallah. İçəridəkilərin xəbəri yoxdur biz gəlmişik. Çox gözəldir. Gedin içəri. Belə videoda elə işıqlı düşmür, amma çox gözəl görsənir. Stəkan düşürsün burada. Onun yarısı olur, gəldik evə çıxdıq. Ay, biz ora çatanı bilmirəm, saat 6 idi, 5 idi, neysə belə etdim. Getdik, çatdıq. Bizdə, bilmirəm sizlərdə nətərdir, bizlərdə elədir. Yəni, mən düşdüyüm ailə elədir. Bizdə mənim inşallah Allah qismət eləsin, gəlinim olana qədər, mən özüm gəlinəm, istəyir 60 yaşımda olsa, əlim ayağım tutursa, özümdən orada böyüklər varsa, yəni biz gəlinlər oturmuruq. İndi evdə əmimdir, bir də əmmimin yoldaşıdır. İndi bəzi qızlar bilirəm də, hər şeyə söz tapırlar, buna da bir söz tapacaqlar. Ona görə də biz evdə gəlin də olsa, məsəl üçün, yəni indi əmmin evdə gəlini olsaydı da belə, yenə mən durub əl-ayaq eləyirəm. Yəni gücüm çatan qədər. Amma belə gedəndə, gəlin olmayanda demək olar ki, hər şey eləyirəm. Nəysə, oturduq bir stəkan çayımızı içdik. Durdum, düşdüm həyətə. Həyətdə belə kladovka var, əmmin yoldaş orada çörək pişirirdi. Hayf çörək zad çəkə bilmədim, çox qəşəng qaynar çörək pişirdi. Başım işə qarışdı, çəkmədim. Gördüm ki, çolpanı kəsiblər, qapının ağzında durur. Götürdüm, girdim kladovkaya. Bizdə belə toyuq zad, nə bilim, yonmaq üçün, sonra un, dən, orada moyka, qaz, hər bir şey olur da. Abacildə nətər, orada da elə. Hər bir şey var. Banka bağlamaq hamısı orada olur. Belə tör-töküntü işlər. Girdim, götürdüm kladovkaya. Gördüm ki, əmmin yoldaşı su qoyub, elə çolpanı yonmaq üçün. Başladım yonmağa. Görüm öz-özünə deyir, bu ay Allah, bu çolpa necə oldu? Burada çolpa qoymuşdum. Gülürəm, deyirəm, çolpanı oğurlayıblar. Nəysə götürdüm, girdim, qəşəng yondum, ütdüm. Az sulu belə qəşəng kartoşka ilə pişirdim. Sonra elə bil 2 əmim qonşudular orada. Sonra o bir əmmimizgilə hamımız hopdum, getdik. Evin qapısını yeməyi pişirdik, getdik. Oturduq əmmimizgildə, çay içdik, biraz söhbət elədik. Təzdən o əmmimiz də götürdük, hamımız gəldik bura. Elə oturduq, qəşəng hamı yeməyin yedi, içdi. Ondan sonra yavaş-yavaş gəldik evimizə. Ona işləmişdi, çıxdıq. Əmmin yoldaşı da ki, bilmir ki, nə qoysun, bilmir ha. Belə daha axtarmadığı şey qalmır ki, nəsə axır ki, qoysun. Burada sağ olsun, xeyli yumurta qoyub. Bir də olmaz, yeməyi nəyə də pişirsin orada. Deyirəm, pişirmirik, çünki plitka yoxdur. 2 gözlü plitka verib, amma deyir, çox gec qızır da. Dedim, heç olmaz, əsas çay qaynatmağa olsun. Bir də bir sərindi yumurta zat pişirərəm. Belə. Bu belə. Sonra 2 klok həyətlərindən qoz verib. 1 klok Murad əmiyə, 1 klok da bizə. Bir də belə marşdır məncə. Yox, bu qırmızı lobyanın xırdasından da marşdır. Bir də qaragöz lobyadır. Deyir ki, mən işlətmirəm, deyirsən, görürəm ki, işlədirsən. YouTube'da mənə baxır da. Deyir, görürəm ki, işlədirsən. Deyir, belə lobya. Görsən necə? Belə lobya. Bir də bu qaragöz lobya, bunun aşını mən sevirəm. Ellərim inşallah. Deyir, çörək də qoyub. Çörəkdən xəbərim yoxdur. Çörək də qoyub. Deyir, elə 2 dəqiqə bundan qabaq deyirəm ki, qəşək çörək pişirir. Hədə böyücük gəlsən. Evimiz elə soyuqdur, buz xanım üstünə. Biraz pendir qoyub, özü düzəldir pendiri. Amma bu yağı alır.
Belə inək yağı. Bunu burada nə işlətsəm işlədəcəm. Orada belə yağımız az qalmışdı. Nərgiz səhər onu balına zatla yer. Bir də belə duxovkada. Bu əmin yoldaşı həmişə təndirə də belə pişirir çörəyi. Çox qəşəng olur. İndi də inanırsınız dadı tamı heç təndir çörəyindən seçilmir. Duxovkada pişirib. O qədər belə gözəl ətərli çörəyidir. Bundan məndə də var belə üstün. Bəlkə apararam gedəndə Bakıya. Bilirsiniz nədir? Belə özbəklərdə olur. Üstü belə taxtadır. Baxın, indi aşağı düşəndə göstərərəm sizə. Belə çörəyin üstündən naxış vurursunuz. Ondan aba mənə Qazaxıstandan gətirmişdim. Burada olanda pişirirdim. Şanaqda olanda pişirirdim. Bunları da belə qoyaq. Bunları istədim padvala qoyum. Sonra dedim, yox, gedəndə yadımdan çıxar, qalar. Çox yaddaşım yoxdur. Daha özümə etibar eləmirəm, inanırsınız. Bu da yediğimiz çolpan, sürün sümüyü yığdım, gətirdim Alfiya. İnanın, Alfa bir sevinməyi sevinir. Nətər yeyir. Bu da zibil. Sabah Seyidxan bəlkə səhər, bilmirəm hələ dəqiq, bəlkə getdi Bakıya, deyir bir reis Bakı Şamaxı gedim, gəlim. Ona qədər də deyirsə olma, sən işlərimi gör. Ondan sonra nədir? Axşam deyir bir yerdə qaydarıq. Mən sabaha planım inşallah, Allah qismət eləyirsə sabaha sağ çıxaq. Evi saat təmizləmək, buralar təmizləmək, köçüb gedir, baş alıb da yeriyir buralar. Buraları təmizləmək, bu stol istəyirəm, aşağı düşürtmək. Bilmirəm, Seyidxan deyir ki, qoy dursun, düşürtmə. Ondan sonra bəlkə o başa çəkərəm, baxaram, düşürtməsi belə. Sadəcə olaraq mən yoruluram. Hər həftə gəlsək, getsək, mən aşağıdan düş, istəkənin əlbəki çıxar, təzdən bura, buradan aşağı. Bilmirəm, deyəs ki, sonra idman eləmək istəyirsən, elə, idmandır. Amma, nə bilim, aşağıda olanda daha rahatdır bizə. Oradan da ayaq yoluna getməyə yer var deyə Seyidxan ona görə çox istədir ki, burada qalsın. Neysə, ona baxarıq. Buraları təmizləmək istəyirəm. Seyidxan bütün paltarların sabaha planım, işim çoxdur. Bütün paltarların əlimdə yuyacam. Üsküyə dedim ki, paraşokum da var. Elə almışam, necə ağzı bağlı durub burada. Gətirim, deyir, dəlisən paraşoku deyirsən. Deyirəm, yox, var da almışam. Onları deyirəm, birinci tərtəmiz əlimdə yuyum. Sonra maşına atım. Maşına atma səbəbim də odur ki, tez qurusun. Burada geyinməyə Seyidxanın paltarı yoxdur. Evdə də paltar qalmayıb. İnanırsınız, təzə, köhnə bir çöl bayır paltarı qalıb da. Evdə geyindiyi paltarların hamısını gətirib, burada hamısını yaman günə qoyub. Hamısını tikan zat belə deşik eləyib. Qalın, isti paltarlar hamısı çirklidir. Soyunub, təriyib, palçıq olub. Əməlli başlı yuyulmalıdır. Belə, sabah da bu işləri görəcəm. Bir də araya sıxışdıracaq viski ilə lavaş pişirmək istəyirik. Dərman unundan istəyirik ki, lavaş pişirək. Belə. Bu arxa görüntüyə görə də üzürü sayın. Indi kasıbın olandan bu var. Bunu çəkirik. İnşallah Allah hamıya xeyirli ev, xeyirli bağ qismət eləsin. Ən əsası can sağlığı qismət eləsin. Sonra qalan hamısı düzələr. Heç birimiz öləndə nə ev, nə mal, nə mülk, heç nə özümüzlə aparmırıq. Hamı, varı da, kasıb da o 10 metrə ağ kəfən, o da kimə niyyətdir, kimə qismətdir, nəsə belə bir məsələ var. Yoxsa kimə qismət ola, qismət olmaya, o da var. Pandemiyada heç el adama heç o da qismət olmadı. Allah hamımıza can sağlığı versin, hamısı boş şeydir. Var da mülkdür, maldır, evdir, eşidir. Vallahi heç nəydə gözüm yoxdur. Yəni can sağlığı olsun. Allah imkan yetirərsə buralarda düzəldərik. Yetirməzsə də neyini, qismətimizdə demək belə yaşamaq var imiş. Belə. Dediyim kimi təki birinci can sağlığı olsun, qalan hər şey olacaq. Görək, Seyidxan deyir ki, sabahlarım evə getsəm, gedim uşaqlara da deyir, Bakıya deyir gedim. Gedim uşaqlara da, tezdən gedəcək deyə bazar gündə probka zad olmayacaq. Gedim deyir uşaqlara da baş çəkim. Mən də deyirəm evə gedirsənsə, elə bir dəfəlik bu alman zadda bəzilərini apar. Deyir, indi birdən müştərilərin sumkası oldu. Deyirəm, heç nə olmaz da bagaj maşallah iridir. Bir-ikisini apar heç olmasa, qalanı qalsın. Belə qızlar, mən də bunları götürüm. Yağ pendir elə burada qalsın. Neynim? Elə belə də qalsın burada. Səhər inşallah yer yığış eləyərəm. Səhər yeməyimiz, sabımızı yerik. Alfanın səsinə baxın. Nədir? Plitkanı da apardım, qoşdum zala. Bilmirəm də, isindi, isinmədi.
Yəqin ki, istilənər. Dedi ki, bir gözü işləyir. Belə mən gedim. Sizinlə sağollaşım. Sağ olun, var olun. Allah razı olsun. İnşallah qismət olarsa sabah görüşərik. Allah təki hamıya can sağlığı versin. Ağrısız, acısız yaşamaq nəsib olsun hamımıza. Sonra da ev, bağ istəyənlərə dediyim kimi xeyirli, hər şeyin xeyirlisini qurban olduğum Allah sizlərə qismət eləsin. Öpürəm hamınızı. Özünüzə yaxşı baxın. İnşallah görüşərik.